Salam, hər vaxtınız xeyir olsun. Ədəbiyyatdan demək 20 sınaqdan ibarət test kitabçasından ikinci sınağı izah edək. Birinci sual. Salur Qazanın evinin yağmalandığı boy haqqında doğru fikri müəyyən edin. Boy Bayandır xanın məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Xeyr, elə Qazan xanın öz məclisi idi, ona görə A səhvdir. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi, Aruz qoca da köməyə gəlir. Kimlər gəlir? Qara Günə, Dəli Dondaz, Qara Budaq, Şir Şəmsəddin, Yeynəy bəy, Bamsı Beyrək, Aruz qoca, Alpərəm bunlar köməyə gəlir. Demək var idi, bu da səhvdir. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir, bəli, doğrudur. Dustaq olub çünki. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çatma bilməsi üçün Şöklü Məlik ilə danışıq aparır. Şöklü Məlik ilə danışıq aparmasının səbəbi birinci anasını istəməyi idi. Ona görə bu da səhvdir. Uruz yurdunu qoruya bilməyib, atasının etibarını zədələdiyi üçün özünü ölümə layiq bilir. Xeyr, bu da səhvdir, çünki boy uzun Borla xatun gəlir Uruza deyir ki, bəs kafirlər mənlə şarab paylatmaq istəyir, Qazan xanın heysiyyətini tapdalamaq istəyirlər, bəs sən nə deyirsən? Uruz onda deyir ki, məni öldürsələr, qovurma etsələr, sən 2 dəfə ye. Qoy məni çəngələ sancsınlar, amma sənin səsin çıxmasın. O zaman ölüm məsələsi burada açılır. Demək, Salur Qazanın evinin yağmalandığı boya əsasən Eylervin diaqramına aid yanlışlığı seçməliyik. Qaraca çoban fövqəladə gücə sahib idi. Bəli, bu doğrudur. Demək, bunu çıxıram. Nə idi gücü? Məsələn, onu deyirdi ki, sabandı var idi. Sabandığına hər atanda 12 batman daş atardı. Bəylik təklifinə razı olmur. Bəli, bu da doğrudur. Demək, bunu da götürmürəm. Yoxsulun qardaşına danışır Qazan xan. Qara Günəyə danışır. Qaraca çoban danışmır. Sadəcə durur, tədbir görür. Ona görə bu səhvdir. Kafirlərlə savaşır hər ikisi, bəli. Bunu da çıxıram. Qara qayğılı yuxu görür hər ikisi. Bu ortağa yazılmalıydı. Ona görə 5-də götürürəm səhv fikir kimi. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını istəyir. Xeyr, anasını istəyir. Atasını yox. Demək 3, 5, 6 C bəndi olacaq. Keçirik 3-cü sual. Cədvələ əsasən yanlış fikirləri müəyyən etməliyik. Qazan xan bəylərin məzəmmətindən çəkinir. Nəyə görə? Deyir ki, bəs Qaraca çoban olmasaydı, sən udmazdın. Bunun danlağından çəkindiyinə görə Qaraca çoban ağaca bağlayır. Demək, bu doğrudur. Bizdən yanlış istəyir. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər bilməyə tək gedir. Bəli, Qara Günəyə deyir ki, qardaşına deyir ki, bəs ovu pozmaya, sən burada qal, mən özüm gedim, xəbər alım. Demək, bu da doğrudur. Qaraca çoban düşmənin hücumundan xəbər tutur, ehtiyat tədbirləri görür, hücumundan xəbər tutmur. Sadəcə yuxu görür, qara qayğılı yuxu görür və bunu tədbir olaraq həyata keçirir. Demək, bu səhvdir, mən 3-ü götürəcəm. Burla xatun tanınmasını istəmir, oğlunun ətinə yeməyə məcbur olur. Xeyr, oğlunun ətini yemir, öldürmürlər axı Uruzu. Demək, 4 də səhvdir. Şöklü Məlik Qazandan heyf almaq niyyətində olur. Onun həyat yoldaşına şərab paylatmaq istəyir. Bəli, bu doğrudur. Qazan bəylərə gizlində xəbər göndərir. Qalın Oğuz bəyləri yardıma gəlirlər. Qalın Oğuz bəyləri yardıma gəlirlər. Bu doğrudur. Amma xəbər göndərmir axı Qazan. İgidlər özləri gəlir. Demək, 3, 4, 6 səhv olacaq. A bəndi. Salur Qazanın evinin yağmalandığı boyda Qara Günə Qazan xanın yuxusunu necə yozur? Deyir, qara bulud sənin taleyindir. Qarla yağmur sənin qoşunundur. Qan qaranlıqdır, saç da qayğı dərd sərdir. Demək, burada cavab olacaq D bəndi. Daha sonra, Salur Qazanın evinin yağmalandığı boyda Qazan xanın yuxuda gördükləri sırasına daxil ola bilməz. Demək, Qazan xan yuxusunu necə danışır? Deyir, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərində göydən ildırım çaxır. Qatı qara dumanın düşərgəmin üstünə büründüyünü görürəm. Quduz qurdların evimi dəldiyini görürəm. Qara dəvənin ənsəmdən qapdığını görürəm. Qara saçlarının qarğı kimi uzandığını görürəm. Uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağımın onu da qan içində görürəm. Demək, burada olmayan hansıdır? B bəndi. Çaylardan su yerinə qan axır. Bu yox idi. Keçirik 6-cı sual. Salur Qazanın evinin yağmalandığı boy ilə bağlı uyğunluğu müəyyən edin. Uruz, qalxıb yerimdən durardım, səni qaba dizimin altına salardım, can şirinliyini sənə göstərərdim. Burada deyir ki, atasının namusuna xələl gətirmiş yox,
Sadəcə Burla xatun ondan soruşur ki, bəs mənə şərab paylatmaq istəyirlər. Qazan xanın namusunu tapdalayım ya yox? Bunu soruşur. Xələl gətirmiş deyə bilmərik. Ona görə A bəndi səhv olacaq. Qazan xan, duraq gedək abəylər, ovovlayaq, quş-quşlayaq, yeyib içək, günümüzü xoş keçirək. Oğlunu ova aparıb ona təcrübə qazandırmaq xeyir. Oğlunu ova aparmır Salur Qazanevin yağmaladığı boyda. Demək bu da səhvdir. Burla xatun su Allahın üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim. Ümumiyyətlə xəbərləşmək kimə aid idi? Qazan xana, Burla xatuna yox. Şöklü Məlik, Qazan xanda bir heyfimiz də qaldı. Qazan xanın Dərbəndəki sürüsünü ələ keçirmək. Demək burada 2 heyfimiz qaldı məsələsi var. Birincisində deyək ki, Qazan xanın Dərbəndəki sürüsünü ələ keçirmək. İkincisində Şöklü Məlik deyir ki, bir heyfimiz də qaldı. O da ki, Burla xatuna şərab paylatmaq idi. Ona görə D bəndi səhv olacaq. Beyrəyi çal qılıncını ağam Qazan çatdım deyir. Bəli, kömək edirdi. Onun niyyəti kömək etməkdir. Çünki Bamsı Beyrəyi də gəlir kömək eləməyə. 7-ci sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun ekspozisiyasında Qazan xanın oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Qazan xan ona görə ağlayır ki, deyir, sabahki gün vaxt gələr mən ölərəm, birdən taxt-tacımı sənə verməzlər. Çünki sən igidlik göstərməmisən. Ona görə cavab olacaq B bəndi. 8. Uruz bəyin dustaq olduğu boya aid klasseri tamamlayan fikirləri müəyyənləşdirin. Burla xatun qəhrəmanlıq göstərir. Demək bu doğru fikirdir. Burada doğru fikirlər yazılmalıdır. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür. Bəli, bu doğrudur. Demək mən biri götürəcəm. Qazan xanı tək görəndə narahat olur. Bəli, bu da doğrudur. 2-ni də götürəcəm. Bu boyda atasından qoşun istəmir. Sadəcə 40 incə belli qızla və oğlanla bir yerdə qara ayağını minir və gedir. Demək 3 də səhvdir. Yaralı oğlunu dağ çiçəyi ilə müalicə edir. Bu Burla xatuna aid deyil. Dirsə xan oğlu Buğac boyundan götürülüb. Demək 4 də səhvdir. Oğlu ilə ərinin namusunun arasında seçim etməli olur. Xeyr, belə bir fikir ümumiyyətlə yoxdur. 1-2 B bəndi olacaq. Cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan. Ov ovlayıb quş-quşlamağa, bir ceyran belə vurmağa fürsət tapır. Əksinə ov ovlayıb quş-quşluyur. Bu səhvdir. Ov zamanı yuxuya gedib əsir düşür. Yuxuya getməyə doğrudur, amma əsir düşmür. Çünki elə kafirlərlə özü vuruşur. Uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli. Qaraqay oğlu yuxu görüb ovunu yarımçıq saxlamalı olur. Bu ayda Salur Qazan evinin yağmalandığı boya. Üstəlik orada ovunu yarımçıq qoymur. Qara Günəyə deyir ki, siz burada qalın, ovu bölməyək. Mən gedim tək baxım. Qarşısında anidən boyu uzun Burla xatunu görür. Döyüşdən sonra ilə özü qayıdır. Öz el obasına, onda Burla xatunla rastlaşır. Demək, 7 səhvdir. 10. Düzgün fikirlər seçməliyik. Dustaq olduğu boya aid. Uruz atasının düşmənlə vuruşmamağa geri dönməyə xahiş edir. Bəli, bu doğrudur. Qazan xanın ovda olduğunu təkürə Şöklü Məlik xəbər verir. Xeyr, casus xəbər verir. Ona görə 2 səhvdir. Oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bəli, bu doğrudur. Ərinin ardınca düşmən elinə gedən Burla xatun öz kimliyini bildirmir. Xeyr, belə bir fikir yoxdur. Əksinə orada Qazan xan özü tanıya bilmir Burla xatunu. Ondan sonra o deyir ki, bəs xan qızını gözün tanımır sənin. Demək bu da səhvdir. Burla xatun həll edici döyüşdə düşmənin bayrağını qılınclayıb yerə atır. Bəli, bu doğrudur. Bu boyda Uruz 40 igidi ilə birgə kafirlərə əsir düşür. Burada 40 igidi ilə əsir düşməyə doğrudur, amma 40 igidi şəhid olur. Ona görə biz altını götürməyəcəyik. 1-3-5 Y bəndi olacaq. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil? Ozan tərəfindən yaradılması doğrudur. Nəzm və nəsrin növbələşməsi doğrudur. Süjet xəttində hadisələrin sürətli keçidlərdən ibarət olması doğrudur. Əsərin nəzm hissəsinin heca vəzinli şeirlərdən ibarət olması bu da doğrudur. Sürətlərin nitqində qoşma və gəraylılardan istifadə edilməsi bu yanlışdır. Qoşma gəraylılardan istifadə edilmir. Y bəndi olacaq. Kitab-ı Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək bəyoğlu bəyin missiyasıdır müddəası əsasında. Müddəanı təsdiq edir və təksib edir. Qaracı çobanın göstərdiyi qəhrəmanlıq təksib edir.
Çünki Qaraca çoban bəy oğlu da değildi. Onun missiyası da değildi, düzdürmü? Sadəcə çoban idi. Öz yurdunu qorumaq üçün o döyüşür. Qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi bəli təsdiq edir. Sağ və sol tərəfinə baxan Qazan xanın fəxarəti bəli bu da təsdiq edir. Bu oyun sonunda Dədə Qorqudun öyüd verməsi ümumiyyətlə aid deyil bu fikrə. 1BC 2A B bəndi olacaq. Qazan bəyin oğlu Uruz bəyin dusaq olduğu boyda hadisənin düzgün ardıcıllığını müəyyən edin. Birinci olacaq, Qazan xan oğlunu təpənin başına göndərir. Sonra Uruza qaya yapıncı geyindirib onu qapı ağzında üz-üstə sərmişdilər. Daha sonra Burla xatun Qazan xanın yardımına yetişir. Boğacıq Məliyin boynu vurulur. Daha sonra Qazan xan 40 qul və cariyəni azad edir nəticədə. A bəndə olacaq. Basatın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluğu müəyyən edin. Təpəgöz Basatla süd qardaşı olduğunu söyləyir. Bu doğrudur. Qapaqdan 2 oğlun Təpəgözə xərac verir, 2 yox 1 oğlunun. Sonra o birində Basat kömək eləyir, başqasına əsir verirlər. 2 səhvdir. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir, bəli doğrudur. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir dua verir. Xeyir səhvdir, sadəcə Aruz Basatın gəldiyini muştuluq verir. Ona görə 4 səhv olacaq. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bəli, bu doğrudur. 2-4 səhv olacaq. Cədvələ əsasən düzgün fikirləri müəyyən etməliyik. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bəli, Təpəgöz ona toxunmur ki. Onu aşpaz kimi göndərmiş insanları yeyib yenilərini istəyir. Xeyr, yemir onları. Elə onlar aşpaz kimi göndərdikləri Bunlu qoca və yapaqlı qoca ilə onun üçün yemək pişirir. Demək ki, səhvdir. Daha doğrusu səhvdir, bizdən düzgün istəyir. Günahsız insanları incitməkdən həzz alır, bəli. Ətrafdakıların Təpəgözə münasibəti. Çoban onu göl kənarında görəndə təpikləyir, bəli. Görür təpiklədikcə o böyüyür. Demək 4-ü götürəcəm. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir, bəli, bu da doğrudur. Tək gözlü olduğu üçün Dədə Qorqud ona bu adı verir, xeyr. Dədə Qorqud ona ad vermir. Təpəgöz adını vermir, ona görə altını götürə bilmərik. Olacaq 1, 3, 4, 5 A bəndi. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən edin. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Yaylağa köçərkən yox, onlar düşmən hücumundan qorxurlar, düşmən gecə ilə basqın edir, ona görə qaçırlar. Ona görə mən biri götürə bilmərəm. Təpəgözün qınsız qılıncla öldürülə biləcəyini Basata Dədə Qorqud demir. Yəni Təpəgözün özü deyir. Təpəgöz Basatı qocaları verib ondan kabab pişirmələrini tapşırır. Doğrudur. Oğuz yurdu Təpəgözün əlində əsir yesir olmuşu, doğrudur. Təpəgözün təkcə gözünün ətdən olmasın, Basata qocalar deyir, bəli. Bunlu qoca və yapaqlı qoca deyir. 3, 4, 5 B bəndi olacaq. Basatın Salaxana qayasında etdikləri sırasına daxil ola bilməz. Bir qoç kəsib dərisini əyninə geyinir, bəli. Doğrudur. Qardaşı Qıyan Səlci üçün ağı deyir. Xeyr, bu Salaxana qayasında olmur, axı Təpəgözün yanında olmur. Ondan əvvəl olur. Ona görə B bəndi səhvdir, yəni öz yurdunda. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Baxaq. Təpəgöz dayələrin canını alır. Sonra Təpəgöz anası ilə görüşür. Təpəgöz qayalarda məskən salır. Ondan sonra Təpəgöz Oğuz elinə hücum eləyir. Bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. 1-4 C bəndi olacaq. Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan sürətləri müəyyən edin. Burada cavab olacaq B bəndi nəyə görə? Basat və Qapaqqan yox, Qapaqqanın yoldaşı. Onun yoldaşı ilə qarşılaşır. Basatın Təpəgözü öldürdüyü boyda sürətlər və onların əməlləri baxımından hansı bəndə uyğunluq gözlənilmişdir? Aruz qoca Təpəgözün Qıyan Səlciyi öldürdüyünü Basata söyləyir. Bu xəbəri kim deyir? Qapaqqanın yoldaşı. Ona görə A səhvdir. Dədə Qorqud Təpəgözün istədiklərinin hamısı ona verməyə razı olur. Bu səhvdir. Nəyə görə? Çünki Təpəgöz istəyirdi gündə 60 adam. Dədə Qorqud deyir ki 2 adam 500 qoyun verə bilərik.
Qaparqan Təpəgözün Oğuz elinin yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Bu da səhvdir, belə bir fikri yoxdur ümumiyyətlə. Sarı çoban gölün kənarında Təpəgözün olmasını Bayandur xana çatdırır. Xeyr, elə Bayandur xan özü görür Təpəgözü. Yəni sarı çoban çatdırmır, əksinə sarı çoban Təpəgözü görən kimi oradan qaçır gedir. Təpiklədikcə görür böyüyür Təpəgöz və oradan çıxır gedir. Yapaqlı qoca Oğuz elində Basatın Təpəgözə qalib gəlməsi xəbərini çatdırır. Bəli, bu doğrudur. Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır? Dastan Oğuz türklərin ortaq abidəsi düzdür. Dastan Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir, doğrudur. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq, vətənpərvərliyidir, doğrudur. Dastan müqəddimə 12 boydan ibarətdir, doğrudur. Dastanda bədii güclü olsa da lirizmə yer verilməmişdir. Lirik parçaları biz burada görürük axı. Nəzm və nəsrin növbələşməsi. Demək, yanlış istəyir elə bizdən. Olacaq Y bəndi. Avesta haqqında yanlış fikri müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur. Əsas özəyini qatlar təşkil edir. Xeyr və şərin mübarizəsindən bəhs edir. Ədəbiyyat və fəlsəfədə ilk türk dilli yazılı abidədir. Cavab olacaq D bəndi yanlışdır. Çünki bu Dədə Qorquda aiddir, düzdür. İlk türk dilli abidə biz Avestaya deyə bilmərik. Sadəcə qədim dövrün yazılı abidələrinin ən mükəmməli nümunələrindən biridir Avesta. Y bəndə düzdür. İnsanlar humanizmə, zəhmətsevərliyə çağırır. Salur Qazanın evinin yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edin. Qızıl taxtlı evləri çapıb talayırlar. Bəli. Qız gəlini pərişan edirlər. Bəli. Zəmilərdəki bol taxılı od vururlar. Xeyr. Qiymətli xəzinəni talan edirlər. Bu da doğrudur. Evi qoruyan vəfalı iti oxlayırlar. Xeyr, belə bir fikir yoxdur. Qatar-qatar dəvələri aparırlar. 1, 2, 4, 6. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yanlış fikirləri müəyyən edin. Ata ov ovlayıb quş-quşlamaq, iyiliyi göstərmək məqsədi ilə oğlunu Aladağa aparır. Aladağa yox, Cızlıqlara, Ağlağana, Göyçə dağına aparır. Daha sonra bu səhvdir. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. 2 doğrudur. Oğlunun qorxub anasının yanına qaçdığını düşünən ata onu cəzalandırmaq istəyir. Bu da doğrudur. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahdan hücum etməyə qərar verir. Ümumiyyətlə, döyüşməyinin qərarını necə verir? Deyir ki, baxın, atam necə döyüşür, baş kəsir, gəlin biz də döyüşək. Ona görə 4 səhvdir. Daha sonra oğlunu evdə tapmayan ata birbaşa Təkürün qalasına yollanır. Bu da səhvdir. 1, 4, 5 səhv olanlardır. Basatın Təpəgözü öldürdüyü boy əsasında klassiri tamamlayın. Basat bəy oğludur. Canavar yuvasında böyüyür, səhvdir. Çünki şir yuvasında böyüyür o. Düşmənə tək başına vuruşur, bəli, doğrudur. Qazan xanı məzəmmət edir, səhvdir. Qəhrəmanlıq göstərib ad alır. Xeyr, qəhrəmanlıq göstərmir. Sadəcə Dədə Qorqud deyir ki, sənin böyük qardaşın adı Qıyan Səlcikdir, qoy sənin adın da Basat olsun. Səfərə gedib 50 dolu qayıdır, bəli, doğrudur. Cavab olacaq 2, 5. 26. Basatın Təpəgözü öldürdüyü boyu Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətlərə aid edilə bilər. Dədə Qorqud adi hadisələrdə birbaşa iştirak eləyir. Bəli, bunu görürük. Təpəgözlə danışdığı yerlərə misal göstərə bilərik, məsələn. Bayandur xanın adı çəkilir. Bu fərqli xüsusiyyət deyil, hər ikisinə aiddir. Qadın obrazı qəhrəmanlıq göstərir. Basatın Təpəgözü öldürdüyü boyda biz bunu görmürük axı. Əfsanəvi varlıq iştirak eləyir, bəli, doğrudur. Məsələn, Pərini deyə bilərik. Qazan xan yaralanır. Burada Basatın Təpəgözü öldürdüyü boyda belə bir hadisə yoxdur. 1, 4 olacaq. 7. Uyğunluğu müəyyən edin. Basatın Təpəgözü öldürdüyü boy Uruz bəyin dustaq olduğu boy, bir də Qazan xanın evinin yağmalanması boyu. Ana haqqı, Tanrı haqqı aiddir Qazan xanın evinin yağmalanması boyuna. Atamı oğuldan öyrənər, oğul mu atadan öyrənər? Ritorik sualı verir. Bu aiddir Uruz bəyin dustaq olduğu boya. Dədə Qorqudun qopusu müqəddəsdir iddiası irəli sürür. Bu heç birinə aid deyil. İnsan heyvanlarla yaşamalı deyil fikri səsləndirilir. Bu da Basatın Təpəgözü öldürdüyü boya aiddir. Qanun Oğuz bəylərindən Dirsə xan Cahcəlalla ova çıxmışdı. Xan da, Boğac da, Yasavulbaşı da dalğın idilər. Hərənin öz düşüncələri vardı. Xan Yasavulbaşının uydurduğu iftiranın təsiri ilə gecəni yatmamış,
Səhərə qədər oğlu ilə vuruşmuşdu. İndi də o kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinirdi. Yasavulbaşı xanın həyəcan və dalğınlığının səbəbini yaxşı bilirdi. Buğac da çox həyəcanlı idi. Axı necə həyəcanlanmasın? İlk dəfə idi ki, atası ilə ova çıxmışdı, özünü atasına göstərmək üçün əla fürsət düşmüşdü əlinə. Bugünkü ovdan hərəsi ayrı-ayrı məqsədlər güdən bu iki cəngavər ovçu ilə bir hiləgər tülkü bir-birinə zidd olan düşüncələr içində Oğuz elinin Ceyran düzünə çatdılar. Buğac ovdakı məharətini atasına göstərmək üçün qəsdən Ceyranı onun yanına qoyub oxu lap yaxından atırdı. Buradan xət çəkək. Yasavulbaşı da bunu fürsət bilib pıçıldadı. Görürsənmi, namərd oğul oxla səni vurmaq istəyir. Amandır cəld ol, o səni öldürmədən sən onu öldür. Buğac 3-cü Ceyranı kəmərlə diri tutaraq atasına bu məharətini də göstərmək istəyirdi. Ceyranı hərləyib xanın lap yaxından əlini kəməndə atdı. Bundan vahimlənən xan yayını əlinə alıb oxu kirişə qoyub dikəldi. Əlinə əsə-əsə oxu atıb gözlərini yumdu. Ox Buğacın iki kürəyinin arasına sancdı. İgid ani bir hərəkətlə başını çevirib əlində kaman tutmuş atasını görəndə yanaqlı fəryadı eşitdi. Atacan, ata. Demək, Buğac ovçuluq məharətini atasına göstərmək istəyirdi. Nəticədə nə oldu? Burada dedik ki, qəsdən Ceyranı onun yanına qoyurdu. Lap yaxından atırdı. Bunu yaza bilərik. Dirsə xan oğlunu oxla vurdu. Səbəbi nə idi? Çünki Yasavulbaşı hiylə işlədirdi. Bilərək oğlunu atasına düşmən eləmək istəyirdi. Səbəb buydu. Cədvəli tamamlayaq. Ov mətnində Dirsə xan, Uruz bəyin tutsa olduğu boyda Qazan xan. Hər ikisini məsələn ortaq yaza bilərsiniz ki, hər ikisi oğlunu ova aparıb. Bunu yaza bilərik. Hər ikisi bəy idi. Bunu yaza bilərsiniz. Ayrıca yaza bilərik ki, ov mətnində nə edir Dirsə xan? Oğlundan şübhələnir, oğlunu kürəyindən oxla vurur. Daha sonra Qazan xan yaza bilərik ki, amma ki, burada oğlunu qoruyur Dirsə xandan fərqli olaraq. Oğlu ilə zaman keçirir, onun hünərini göstərməyə çalışır. Çərçivədəki şeiri ov mətni ilə müqayisə edin, şeirdə verilən xüsusiyyətləri mətnin obrazları ilə əlaqələndirin. Demək, adam var, səmimi, mehriban mərddir. Adam var, təpədən dırnağa dərddir. Adam var, kökündən xain namərddir. Şər gəlməz həndəvərinə. Baxın. Xain namərd görən kimi yaza bilərəm mən? Yasavulbaşını. Dərddir deyəndə Dirsə xanı. Bura obrazları yazırsınız. Dirsə xan, Yasavulbaşı. Xüsusiyyəti nə idi? Xain olması, dərd olması, təpədən dırnağa dərd olması yaza bilərsiniz. Necə əsaslandıra bilərik? Əsaslandıraraq ki, Yasavulbaşı nə edirdi? Fitnəkarlıq törədir. Dirsə xanı öz oğluna qarşı doldururdu. Bunu yaza bilərsiniz. Dirsə xana da yaza bilərsiniz ki, öz oğluna inanmırdı. Oğlunu kürəyindən vururdu. Bunu yaza bilərsiniz.